Salam, xoş gördük hər birinizi. Güvən Test Bankından Arximed qüvvəsi, Arximed qanunu bölməsinin test izahlarına baxırıq. A variantı birinci sual. Sualımızda deyilir, mayeyə tamamilə batan cismə təsir edən Arximed qüvvəsi hansı ifadə ilə hesablanır? Maye tamamilə batırılmış cisim üçün Arximed qüvvəsi Rho maye, V cisim, J'dir. Yəni, bir hissəsi batsaydı, burada biz V batan yazardıq, amma tamamilə batıb dediyi üçün bunu V cisim olaraq götürməliyik. Düzgün cavab D variantı. Havada çəkisi, yəni P0, ikinci suala baxırıq, qeyd edeyim. Havada çəkisi P0 bərabər 280 Newton olan cismin mayedə çəkisi P bərabərdir 140 Newtondur. Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Cismin mayedə çəki düsturu havada çəkisindən Arximed qüvvəsi qədər azdır. Verilənləri bu bərabərlikdə yerinə yazsaq, yazarıq. 280 bərabərdir, daha doğrusu 140 bərabərdir. Çünki mayedə çəki 140-dır. 280 minus F Arximed. Buradan alarıq ki, Arximed qüvvəsi 140 Newtona bərabərdir. Düzgün cavab ikinci sualdır, Y variantı. Üçüncü sual. Kütləsi M bərabərdir 12 kiloqram olan taxta parçasının 4/3 hissəsi suya bataraq üzür. Taxta parçasına təsir edən Arximed qüvvəsinin qiymətini hesablayın. Qeyd edeyim ki, biz hansı cisim olur olsun və hansı hissəsi olur olsun, mayedə üzür sözü görürüksə, həmişə mayedə üzən cisimlərin hansı hissəsinin batmasından asılı olmayaraq, təsir edən Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir götürürük. Yəni mg. Düzgün cavab 120 Newton olmalıdır, B variantı. Dördüncü sual. Cisim suya batarkən sıxışdırıb çıxarılan suyun çəkisi 30 Newton olarsa, cismə təsir edən Arximed qüvvəsini hesablayın. Arximed qanununda deyilir ki, mayeyə batan zaman cismin sıxışdırıb çıxardığı suyun çəkisi Arximed qüvvəsinə bərabərdir. Həmən qanuna əsasən düzgün cavab Y variantıdır. Beşinci sual. Cismin havada çəkisi P0 12 Newtondur. Mayedə çəkisi isə 10 Newtondur. Sıxışdırıb çıxarılan mayenin kütləsini hesablayın. Biz buradan sıxışdırıb çıxarılan mayenin kütləsini tapmaq üçün ilk öncə Arximed qüvvəsini tapmalıyıq. Yəni, bayaqki düstura əsasən P bərabərdir. P0 minus F Arximeddən taparıq ki, Arximed qüvvəsi 2 Newtondur. Yenə Arximed qanununa əsasən, deməli, Arximed qüvvəsi, cismə təsir edən Arximed qüvvəsi sıxışdırıb çıxarılan mayenin çəkisinə bərabərdir. Bu şəkildə 2 Newton bərabərdir M maye J. Buradan mayenin kütləsi 0,2 kiloqram alarıq. Düzgün cavab A variantı. Altıncı sual. Suda batmış cismə təsir edən Arximed qüvvəsi 60 Newtondur. Cismin suda çəkisi 20 Newton olarsa, ona təsir edən ağırlıq qüvvəsini hesablayın. Ağırlıq qüvvəsi elə mayenin çəkisi deməkdir. Ona görə də yaza bilərik P bərabərdir P0 minus F Arximed. Buradan P0 bərabərdir 20 plus 60. Bu isə bizə 80 Newtonu verir. Düzgün cavab A bəndi. 7-ci sual. Sualda deyilir, suda batmış cismə təsir edən Arximed qüvvəsi F Arximed 80 Newton, suda çəkisi 60 Newton olan cismin kütləsini hesablayın. Deməli, mən bu cismin kütləsini hesablamaq üçün bunun havada çəkisini tapmalıyam. P0 tapmaq üçün P plus F Arximed düsturundan 140 Newton alaram. Kütləni tapanda isə P-ni J-yə bölürəm və 14 kiloqram alıram. Düzgün cavab A variantı. 8-ci sual. Mayeyə tam batmış kütləsi M cisim bərabərdir 10 kiloqram olan cisim maye daxilində üzür. Cismə təsir edən Arximed qüvvəsi bayaq qeyd elədik. Üzür sözü görürüksə, bilməliyik ki, Arximed qüvvəsi ağırlıq qüvvəsinə
bərabərdir. Buna əsasən mj'dən 100 Newton alaram. Düzgün cavab C variantı. 9-cu sual. Suda üzən cisim 0,9 cismin 0,9 hissəsi suya batmışdı. Yazıram. V batan bərabərdir. 0,9 V cisim. Cismin kütləsi M cisim bərabərdir. 90 kiloqram olarsa, ona təsir edən Arximed qüvvəsini hesablayın. Deməli, yenə də suda üzən sözü var deyə Arximed qüvvəsini də soruşduğu üçün Arximed qüvvəsi batan hissənin nə qədər olmağı əhəmiyyətli deyil, ağırlıq qüvvəsinə bərabərdir. Kütlə 90 kiloqram olduğu üçün 90 vurulsun 10, yəni 900 Newton olmalıdır. Düzgün cavab A variantı. 10-cu sual. Maye daxilində mail müstəvi üzrə sürüşən cisimə təsir edən Arximed qüvvəsinin istiqamətini göstərin. Arximed qüvvəsi həmişə ağırlıq qüvvəsinin əksinə yönəlir. Ağırlıq qüvvəsi aşağı yönəldiyi üçün Arximed qüvvəsi əksinə yönəlir, yəni cismi mayenin səthinə qaldırmağa çalışır. Düzgün cavab D variantı. 11-ci sual. Eyni kütləli 3 cisim suyun səthində üzür. Cisimlərə təsir edən Arximed qüvvələri yenə də eyni kütləlidir. Deməli, hər birinin aşağı doğru ağırlıq qüvvələri eynidir. Belə götürürəm. Üzür sözü olduğu üçün, yenə də üzür sözü olduğu üçün deyirəm ki, təsir edən Arximed qüvvələri ağırlıq qüvvələrinə bərabər olmalıdır. Onda mən eyni qədər, hər birinə də eyni qədər Arximed qoymalıyam. Deməli, Arximed qüvvələri bir-birinə bərabərdir. Düzgün cavab olmalıdır. 11-ci sualda D variantı. 12. Suda batmış cismin suda çəkisi P bərabərdir 20 Newton, havada çəkisi 30 Newtondur. Elə buradan Arximed qüvvəsini hesablayın deyir. Arximed qüvvəsi tapmaq üçün biz P0-dan P-ni çıxmalıyıq. Yəni düzgün cavab 10 Newton. 12-ci sualda cavab 10. 13-cü suala baxırıq. Sualda deyilir, kerosinə batan cismə təsir edən Arximed qüvvəsi 50 Newton olarsa, sıxışdırıb çıxarılan kerosinin fərqi yoxdur. Bu kerosindir, sudur, süddür, yağdır, nə olur olsun, hansı maye olur olsun, həmişə mayeyə batan cisimlərə təsir edən Arximed qüvvəsi sıxışdırıb çıxarılan mayələrin çəkisinə bərabərdir. Yəni düzgün cavab 50 Newton. 13-cü sualda. 14. Metal cismin havada çəkisi P0 bərabərdir 25 Newton. Mayeyə tam batanda isə mayedə çəkisi, yəni 15 Newtondur. Təsir edən Arximed qüvvəsi yenə eyni qaydada P0-dan P-ni çıxıram və 10 Newton alıram. Düzgün cavab 10 Newton. 15-ci sual. Suda üzən taxta parçasının 4/5 hissəsi suya batmışdı. V batan daha doğrusu 5/4 hissəsi. 5/4 V cisim. Taxta parçasının kütləsi M cisim bərabərdir 20 kiloqram olarsa, ona təsir edən Arximed qüvvəsini hesablayın. Üzən sözü var, o sözə diqqət yetirməliyik və üzən sözü olduğu üçün yenə də Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir və 200 Newtona bərabərdir. 15-ci sualda düzgün cavab 200 Newton. 16. Eyler-Venn diaqramıdır. Arximed qüvvəsi və cismin çəkisi üçün oxşar və fərqlilikləri müəyyənləşdirməliyik. Birinci variantda deyilir ki, cismə tətbiq olunur. Cismə tətbiq olunan Arximed qüvvəsidir. Çünki çəki dayağa yaxud askıya təsir göstərir. Vektorial kəmiyyət hər ikisidir. Dinamometr ilə ölçülən. Deməli, həm Arximed qüvvəsini, biz həm də çəkini dinamometr ilə ölçə bilərik. Çünki qüvvə mənşəli kəmiyyətlərdir, newtonlarla ölçülür. Dördüncüdə deyir ki, BCD vahidə Newton da elə indicə onu qeyd elədim, Newtonla ölçülür hər ikisi.
Dayaq və ya askıya tətbiq olunur. Bu isə çəkiyə uyğun gəlir. Düzgün cavab bu şəkildə 1, 2, 3, 4 və 5. 17-ci sual. Açar sözlərdən ardıcıllıqla istifadə edərək mətni tamamlamalıyıq. Başlayaq. Cisim mayedə batır deyir. Sıxlığı mayenin sıxlığından böyük olan cisim yazmalıyıq bura. Sıxlığı mayenin sıxlığından böyük olan cisim mayedə batır. Mayedə batmış cismin çəkisi onun havadakı, vakuumdakı çəkisindən Arximed qüvvəsi qədər az olmalıdır. Cismin həm mayenin daxilində ixtiyari dərinlikdə üzə cisim sıxlığı mayenin sıxlığına bərabər olan yazmalıyıq bura. Olan deməli ixtiyari dərinlikdə üzə bilir bu şəkildə. Cismin müəyyən hissəsi maye batmaqla onun səthində üzür. Sıxlığı mayenin sıxlığından kiçik olan söz olmalıdır burada. Cismə təsir edən Arximed qüvvəsi onun sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər olur. Davam edirik B variantı testləri ilə. B variantı birinci sual. Suda batmış cismə təsir edən ağırlıq qüvvəsi 80 Newton. Suda çəkisi 20 Newton olan bu cismin həcmini hesablayın. Deməli, biz mayedə çəki düsturundan cismin havada çəkisini tapa bilərik. P0 minus F Arximeddən taparam ki, cismin havadakı çəkisi mayedə çəkisi plus Arximed qüvvəsi 100 Newtondur. Onda deməli bu cismin mən kütləsini tapsam, bildim ki 10 kiloqramdır. Cismin bizə bu cismin həcmini hesablayın deyir. Yox, bircə dəqiqə burada mən Arximed yox, bu ağırlıqdır 80 Newton. Bu hesablama bu şəkildə yox. Buradan görürəm ki ağırlıq qüvvəsi 80 Newtondursa, deməli bu cismin suda batmış bu cismin kütləsi 8 kiloqramdır. Onda yaza bilərəm mayedə çəki bərabərdir. Havada çəki yazıram m cisim J minus Arximed qüvvəsinə rho maye V cismin də yerinə m cisim J bölünsün rho cisim. Bu şəkildə. Ya da elə birbaşa V cisim, çünki bizdən V cismi soruşur da, heç bu kəsirə ehtiyac yoxdur. Elə birbaşa V cisim yazaq bura, bu şəkildə. Buradan alıram ki, rho maye V cisim J bərabərdir. M cisim J, yəni ağırlıq qüvvəsi 80 minus mayedə çəki 20. Deməli, rho maye V cisim J 60 Newton imiş. Buradan V cismi tapsam, 60 bölünsün 10 üstü 4, yəni 6 kub desimetr. Birinci sualda düzgün cavab C bəndə. İkinci sual, ağzına kimi su ilə dolu stəkanın içərisinə 100 qram kütləli taxta parçası daxil etsək, M cisim 100 qram, bunu yazıram 10 üstü mənfi 1 kiloqram. Stəkanın masaya göstərdiyi təzyiq qüvvəsi necə dəyişər? Burada bir məqama diqqət yetirmək lazımdır. Ağzına kimi dolu stəkan deyir. Əgər bu ağzına kimi dolu stəkan olmasaydı, hansı cismi salmışamsa, cismin ağırlıq qüvvəsi qədər təzyiq qüvvəsi də artmalıydı. Amma ağzına kimi dolu stəkanda bu cisim nə qədər batıbdısa, öz ağırlıq qüvvəsi qədər, deməli, batdığı qədər su sıxışdırıb çıxarır. Ona görə də nəticədə stəkanın masaya göstərdiyi təzyiq qüvvəsi dəyişmir. Çünki mayenin içərisində yenə də deməli, təzyiq qüvvəsi, stəkanın masaya göstərdiyi təzyiq qüvvəsi burada dəyişmir. Üçüncü sual. Həcmi V bərabərdir. 600 kub santimetri, deməli 6 vur 10 üstü 2 vur 10 üstü mənfi 6, 6 vur 10 üstü mənfi 4 kub metr yazıram, metrin kubu. Bu şəkildə olan taxta parçası suda üzür. Onun 4də 3 hissəsi suya batmışdı. V batan bərabərdir 4də 3 V cisim. Tezcə təsir edən Arximed qüvvəsini hesablayın. Deməli, burada mən əvvəlcə batan hissəni tapmalıyam. 4də 3 vurulsun. 6 vur 10 üstü mənfi 4. Yəni, V batan bərabərdir. 2 ixtisar eləsəm, 2 burada, 3 burada.
4 onda 5, bu da yazıram 45 vur 10 üstü mənfi 5 bu şəkildə. İndi bizə tirciyə təsir edən Arximed qüvvəsini deyir. Arximed qüvvəsini necə yazmalıyam? Rho maye V batan J. Bu da bərabərdir. Rho maye ilə J 10 üstü 4 elədi, yazıram. 45 vur 10 üstü mənfi 5 bu V batanın yerində. Rho maye və J də 10 üstü 4. Bu da elədi 4 onda 5 Newton. Düzgün cavab 3-cü sualda Y bəndi. 4-cü sual. Sıxlığı cismin sıxlığından 3 dəfə böyük olan Rho maye bərabərdir 3 Rho cisim. Böyük olan sıxlığı cismin sıxlığından 3 dəfə böyük olan mayedə üzərkən cismin həcminin hansı hissəsi mayədən kənarda qalar? Bizim belə bir düsturumuz var idi. Rho maye böl Rho cisim bərabərdir V cisim böl V batan. Əvvəlcə buradan batanın həcmini tapıram. Yəni V cisim bölünsün V batan elədi 3. Buradan aldım ki batan hissə 3də 1 V cisim qədərdir. Amma məndən batanı soruşmur. Deyir ki, hansı hissəsi mayədən kənarda qalar. Deməli, 3də 2 hissəsi kənarda qalmalıdır. Yəni, düzgün cavab B bəndi. 5-ci sual. Mayenin səthində üzən cismin həcminin 3də 2 hissəsi mayəyə batmışdır. V batan bərabərdir 3də 2 V cisim. 3də 2 hissəsi mayəyə batmışdı. Bu cismi sıxlığı 2 dəfə çox olan başqa mayəyə salsaq, cismin həcminin hansı hissəsi mayəyə batar? Yaxşı, indi bax, cismin həcmi olduğu kimi qalır. Cismin həcmi. Birinci halda mayenin sıxlığına, birinci halda Rho maye deyirəm. İkinci halda deyir ki, sıxlığı 2 dəfə çox olan başqa maye, 2 Rho maye. Belə yazıram. İndi birinci hala diqqət yetirək. Baba bu hissə buradan yuxarı. Baxıram ki, bayaq yazdığım düstura əsasən Rho maye böl Rho cisim bərabərdir V cisim böl V batan. V cismin V batana nisbəti buradan alıram Rho maye, alıram ki Rho maye böl Rho cisim bərabərdir. V cismin 3də 2 V cismə nisbəti bu eləyir 1 onda 5. Bu elədi 1 onda 5. İndi mənə deyir ki, Rho mayenin yerinə 2 Rho maye götürək. Yaxşı, indi 2 Rho maye götürsəm, 2 Rho maye bölünsün Rho cisim. O da bərabərdir. Baxın, bu əvəzləməni gətirib burada tətbiq eləsəm, 2-ni 1 onda 5-ə vururam, alıram 3. İndi bu 3-ü bərabərləşdirirəm. 3 bərabərdir. Axı, Rho maye böl Rho cisim nəyə bərabər olur? Burada yazdığı V cisim böl V batan. V cisim böl V batan. Buradan da alıram ki, V batan bərabərdir 3də 1 V cismə. Deməli, cismin mayedə batan hissəsi 3də 1 olar bu dəfə. Düzgün cavab olmalıdır. 5-ci sualda B bəndi. 6-cı sual. Cisim kerosində üzəndə ona təsir edən Arximed qüvvəsi F-dir. Həmin cisim suda üzəndə ona təsir edən. Üzən cisim deyirsə ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir və bu zamanda F-ə bərabərdir. Düzgün cavab A bəndi. Keçdik 7-ci suala. Suda üzən buz parçasının hansı hissəsi suya batar? Yazıram V batan böl V cisim bərabərdir Rho cisim böl Rho maye. Bax, düsturumuz budur. Yaxşı, indi yazıram buradan V batan böl V cisim bərabərdir. Cisim buzdur, 900-dür. Maye 1000-dir. Bu nisbət elədi 0,9. Mənə deyir ki, hansı hissəsi suya batar? Batan hissə 0,9'dur. Hansı hissə qalardı desəydi o 0,1 olmalıydı. Yəni düzgün cavab C variantı. 8-ci sual. Sualda deyilir cismin vakuumda çəkisi onun mayedəki çəkisindən 3 dəfə böyükdür. Yəni P0 bərabərdir 3P'yə.
3 dəfə böyükdür. Cismin sıxlığı nəyə bərabərdir? Rho cisim sual. Bizim mayedə çəki düsturumuz var idi. P0 minus F Arximed. F Arximed də belə yazıram. Rho maye. İndi V cisim deyil düsturda. Mən onu V yazmıram. M böl Rho yazıram. M cisim böl Rho cisim vurulsun J. Bu yenə də Arximed qüvvəsinin düsturu oldu. Bizdən çünki düsturu Rho cisimə gətirməliyəm də burada. İndi burada alıram Rho maye M cisim J bölünsün Rho cisim. M cisim J yox burada artıq. Çünki M cisim J özü nədir? P0'dır da bu. Bu özü də P0'dır. Bu hissə özü P0'dır. Rho maye P0 bölünsün Rho bərabərdir. P0 minus P. Bu da nə elədir? 2P. P0'ın yerine 2P qoysam, alaram ki 2P. Təzədən buradan P0'ın da yerinə gətirib bu 3P'ni də buraya yazım. Alıram 3P vur Rho maye bölünsün Rho cisim, bu cisimdir, bərabərdir 2P'yə. P'lər ixtisar gedir və nəticədə alıram Rho maye bərabərdir. Yox, bizdən Rho mayeni soruşmur ki, cismi soruşur. Rho cisim bərabərdir 1/5 Rho maye. Bunu səliqəli yazın. 1/5 Rho maye. Düzgün cavab 8-ci sualda olmalıdır. A bəndi. 9-cu sual. Suda üzən buz parçasının su səthindən yuxarıda qalan hissəsinin həcmi 5 kubdur. Buz parçasının tam həcmini hesablayın deyir. İndi mən yenə də bayaq yazdığım düsturdan istifadə edəcəm. Rho maye böl Rho cisim bərabərdir V cisim böl V batan. Əvvəlcə burada batanın həcmini tapım ki, neçədən biri batıbdır, neçədən biri kənarda qalıbdır. Maye 9, daha doğrusu 1000, buz, yəni cisim 900'dür. Bu elədir 10 bölünsün 9 bərabərdir. V cisim böl V batan. Deməli, müəllimlər, batan 0,9 V cisimdir. Batan 0,9'dur. Onda kənarda qalan yazıram. Kənarda qalan nədir? 0,1 V cisim. Və bunu mənə 5 veribdir. Deməli, 0,1 V cismim 5'dirsə, V cismim nədir? 50'dir. Düzgün cavab C variantı. 10-cu sualla davam edirik. Sıxlıqları 2, 3,2 və 4 olan cisimləri sıxlığı 3,1 olan mayeyə buraxsalar, onlardan hansı mayedə batar? Sıxlığı böyük olan maddələr, cisimlər mayedə batır. Yəni, mayenin sıxlığından böyük olan. Mən diqqət edirəm ki, mayenin sıxlığı 3,1'dir. Birinci cismin sıxlığı mayenin sıxlığından kiçikdir. Bu üzər. İkinci cismin sıxlığı böyükdür. Bu batar. Üçüncü cisim də böyükdür. Ona görə o da batar. Düzgün cavab A variantı 2 və 3. 11-ci sual. Həcmi 3 olan, deməli, V bərabərdir 3 kub metr olan cisim həcminin 2 kub metri suya bataraq üzür. Cismin həcmi bu qədərdir. Batan hissənin həcmi 2'dir. Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Arximed qüvvəsini hesablamaq üçün bildiyimiz kimi Rho maye V batan J'dir. Rho maye 10^3, V batan 2 və J də 10'dur. 2 vurulsun 10^4, bu isə 20 kilonewton deməkdir. Düzgün cavab D variantı. 12-ci sual. Sıxlığı mayenin sıxlığından kiçik olan cisim maye daxilində tarazlıqdadır. Cisimə təsir edən Arximed qüvvəsi, bunu belə göstərirəm. Arximed qüvvəsi 100 Newton. İpdə yaranan gərilmə qüvvəsi T bərabərdir 80 Newton. Olarsa ağırlıq qüvvəsini hesablayın. Deməli, burada diqqət eləsək qüvvələrə. T gərilmə qüvvəsi bərabərdir 100 minus Arximed qüvvəsi. Ona görə də buradan biz deməli nəyi soruşur bizdən? Ağırlıq qüvvəsini.
Ağırlıq qüvvəsini tapmaq üçün 100-dən çıxmalıyam T gərilmə 80-i, yəni 20 Newton. Düzgün cavab C variantı. 13-cü sual. İpə bağlanmış 400 qram kütləli, yəni bunun ağırlıq qüvvəsi 400 qram kütləli deyirsə 4 Newtondur. Kütləlisi maye daxilində tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi, ipdəki gərilmə qüvvəsi 12 Newton olarsa cismə təsir edən Arximed qüvvəsini hesablayın. Yenə yazıram, ip gərilmə qüvvəsi bərabərdir Arximed qüvvəsi minus ağırlıq qüvvəsi. Buradan Arximed qüvvəsini tapsam, T plus F ağırlıq, yəni 16 Newton. Düzgün cavab C variantı 13-cü sualda. 14-cü sualda deyilir ki, mayeyə batırılmış cismə təsir edən ağırlıq qüvvəsinin cismin mayeyə batan hissəsinin həcmindən asılı qrafiki verilibdir. Mayenin sıxlığını hesablayın. Deməli, mən burada verilənlərdən 5 və 0,5-dən verilənləri yazaram ki, F Arximed 5 Newtondur. Cismin batan hissəsinin həcmi 0,5 kub desimetrdir. Bunu belə yazıram. 0,5 vur 10⁻³ Yəni batan hissə 5 vurulsun 10⁻⁴-dür. Onda buna uyğun mayenin sıxlığını tapa bilərəm. Arximed qüvvəsi bölünsün V batan şey. O da bərabərdir. 5 bölünsün 5 vurulsun 10 baxın 10⁻⁴-dür 10'a vururam 10⁻³ eləyir. Buradan alıram ki mayenin sıxlığı 1000'dir. Yəni sudur bu maye. İndi mayenin elə bizə bunu soruşur. Hə, mayenin sıxlığı. Düzgün cavab E variantı. 15-ci sual. On 5-ci sualda deyilir ki, mayeyə batırılan cismə təsir edən Arximed qüvvəsinin cismin sıxışdırıb çıxardığı mayenin çəkisindən asılılıq qrafiki necədir? Biz diqqət yetirsək, Arximed qanununu yadımıza salsaq bilərik ki, cismə təsir edən Arximed qüvvəsi qədər mayeyi sıxışdırıb çıxarır. Cisim qabdan Arximed qüvvəsinə bərabər maye sıxışdırıb çıxarır. Yəni, o az olanda Arximeddə az olur, çox olanda çox olur. Ona görə də düzün tənasib qrafik olmalıdır. Düzgün cavab B variantı. 16. Mayeyə tam batan cismə təsir edən Arximed qüvvəsinin cismin həcmindən asılılıq qrafiki hansıdır? Mayeyə tam batıbsa, yenə də rho maye yaza bilərəm. Rho maye, V cisim, J. V cisim nə qədər çox olsa, təbii ki, Arximed qüvvəsi də bir o qədər çox olur. Düzgün cavab Y variantı 16-cı sualda. 17. Suda üzən gəmiyə təsir edən Arximed qüvvəsinin gəmidəki yükün kütləsindən asılılıq qrafiki hansıdır? Gəmidəki yükün kütləsi, yəni gəmidə yük olmasa belə, deməli, müəyyən bir gəmin öz ağırlığı təsir nəticəsində müəyyən bir Arximed qüvvəsi təsir göstərir. Amma indi mən yükün kütləsini artırdıqca get-gedə ümumi M artdığı üçün ümumi MJ də artır. Buna görə Arximed qüvvəsi də artır. Düzgün cavab B variantı 17-ci sualda. 18. Tarazlıqda olan və A və B, tarazlıqda olan A və B kürələri yarıya qədər, S kürəsi isə maye tam batmışdır. Kürələrin sıxlıqları arasında hansı münasibət var? Onda burada biz belə deyək ki, mayeni yarıya qədər deyirsə, buradan belədir. Hər ikisi yarıya qədər batıbdır suya. Deməli, görürəm ki, mayeyə tam batan, hansı tam batıbsa, təbii ki, rho C'nin sıxlığı daha böyükdür. İndi A və B-lərə baxsam, hər ikisində batan hissə yarıya qədər olduğu üçün, hər ikisində cismin sıxlığı eynidir. Bunu buradan, bu düsturdan əyani görmək olar. Rho maye böl rho cisim bərabərdir. V cisim böl V batan. V cisim böl V batan nisbəti A üçündə eynidir, B üçündə. Rho maye də hər ikisi eyni mayedədir axı. Deməli, cisimlər də eyni olmalıdır. Ona görə düzgün cavab olmalıdır 18-ci sualda D variantı.
19. 19-cu sualda eyni kütləli 3 cisimdən birincisi mayenin səthində, ikincisi isə mayenin daxilində üzür. Üçüncü cisim mayedə batarsa, cisimlərə təsir edən Arximed qüvvələr arasında hansı münasibət var? Ümumiyyətlə biz daha əvvəlki məsələlərimizdə də qeyd elədik ki, maye daxilində üzür sözü varsa, ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Özü də burada eyni kütləli sözü də deyir. Deməli, baxıram ki, 1-də üzür, eyni ağırlıq qüvvəsi var. 2-də üzür və kütləsi eyni olduğu üçün eyni ağırlıqdır. Deməli, bunların hər ikisinin Arximedləri bir-birinə bərabərdir. Amma üçüncü cismin ağırlıq qüvvəsi eynidir. Tutaq ki, 10 Newton götürürəm. Hər biri 10 idi, məsələn. 3-ün Arximedi onu qaldıra bilməyibdir suyun səthinə. Deməli, ondan kiçik imiş da bu. Məsələn, 9-dur, 8-dir və s. ki, qaldıra bilməyib. Deməli, 3 kiçikdir. 1 və 2 bir-birinə bərabərdir. Düzgün cavab B variantı. 20-ci sual. İki cisim şəkildə göstərildiyi kimi bir cism mayedə tarazlıqdadır. Cisimlərin və mayələrin sıxlıqları arasında hansı münasibət var? Burada da diqqət yetirsək görərik ki, B cismi maye daxilində üzdüyü üçün B cisminin sıxlığı mayenin sıxlığına bərabərdir. Yazıram, ρ B bərabərdir ρ maye. Amma A cismi suyun səthində üzdüyü üçün A cisminin sıxlığı kiçikdir ρ mayedən. Onda necə yaza bilərəm? B bərabərdir ρ maye, A dolardan kiçik. Bəli, Y variantı buna uyğundur. 21-ci suala keçək. 21-ci sualda deyilir ki, maye içərisindəki A cismi müxtəlif trayektoriyalar üzrə hərəkət etdirilərkən suyun səthinə çıxardılır. Arximed qüvvəsinin gördüyü işlər. Arximed qüvvəsi bu cisim bu nöqtədədir və nəticədə səthə qalxır. Onun yer dəyişməsi bu qədərdir. İstəyir 2 trayektoriyasından, istəyir 3 trayektoriyasından. Nə cür gedir, getsin. Hər birində yer dəyişmə eynidir. Arximed qüvvəsi də eyni olduğu üçün görülən işlər bir-birinə hamısında bərabərdir. Düzgün cavab olmalıdır A variantı. 22. Sualda deyilir, suda batmış 5 kiloqram kütləli cisimə təsir edən Arximed qüvvəsinin qiyməti 30 Newtondur. Bu cismin sudakı çəkisi. Mayedə çəki havada çəkidən Arximed qüvvəsi qədər az olur. 5 kiloqram cismin havada çəkisi 50 Newtondur. Arximed qüvvəsi də 30 olduğu üçün mayedə çəki olmalıdır 20 Newton. Düzgün cavab 22-ci sualda 20. 23. Dənizdə üzən qayığa təsir edən Arximed qüvvəsi 5 kN-dur. Qayıqda olan yükün kütləsi 200 kq olarsa, qayığın özünün kütləsinə qədərdir. Üzən sözü olduğu üçün mən bilirəm ki, deməli, həm qayıq, həm cisim yükün, yəni hər ikisinin kütləsinin J-yə hasili, ümumi ağırlıq qüvvəsi Arximed qüvvəsinə, yəni 5/3-ə bərabər olmalıdır. Buradan indi M qayıq, J bərabər olmalıdır. 5/10⁻³ minus M yük J-yə. M yük J nədir? 2/10⁻³-ə. O da elədir 3/10⁻³. Deməli, qayığın kütləsi 300 kq imiş. Çünki kütləni tapanda J-yə bölürəm. Bu da mənə verir 300 kq. Düzgün cavab 23-cü sualda olmalıdır 300. 24. Həcmi V bərabərdir 0,4 kub metr. Bərk cisim kerosində batmışdı. Bu cisimdir. Bu cisimə təsir edən Arximed qüvvəsini kilonewtonla hesablayın. Burada batmışdı deyirsə, deməli həcmin hamısı batıbdır suya. Yəni Arximed qüvvəsi ρ maye, V cisim J olmalıdır. Və bu ifadələr hamısını bir-birinə vursam, alaram 32 vurulsun 10⁻²2. 3200 Newton. Ya da 3,2 bizə deyir kilonewton, 3,2 kilonewton. 25-ci sual. Mayeyə batmış cisimə təsir edən Arximed qüvvəsi 90 Newtondur. Cismin mayedə çəkisi 50 Newtondursa, onun kütləsi. Kütləni tapmaq üçün havada çəkini tapmalıyam. Havada çəki bərabərdir. Mayedə çəkidən Arximed qüvvəsi qədər ağırdır yəni.
50-nin üzərinə 90 gəldim, 140 Newton. Onu da cismin kütləsini tapmaq üçün P0-ı J-yə bölərəm. Bu da mənə 14 kiloqramı verər. 25-ci sualda düzgün cavab olmalıdır 14. 26-cı suala keçək. Sualda deyilir, həcmi V bərabərdir 6 vur 10 üstü mənfi 3 kub metrə keçdim. Olan cismin 3/2 hissəsi suya bataraq üzür. Deməli, V batan bərabərdir 6 kub desimetrin 3/2 hissəsi eləyir 4 kub desimetr. 6-nı 3-ə böldüm, 2'ye vurdum 4. 4 vur 10 üstü mənfi 3 metrin kubu. Bu cismə təsir edən Arximed qüvvəsinin qiyməti nə qədərdir? Yazıram, F Arximed bərabərdir rho maye V batan J. O da bərabərdir. Rho maye J. Bu 10 üstü 4'dür. V batan 4 vur 10 üstü mənfi 3 vurulsun 10 üstü 4'də öz yerində. Bu da elədi 40 Newton. 26-cı sualda düzgün cavab 40. 27. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə etməliyik. Gəlin baxaq. Deməli, sıxlığı mayenin sıxlığından kiçik olan cismin müəyyən hissəsi mayedə batmaqla onun səthində üzür olmalıdır. Sıxlığı olan cisim mayenin daxilində ixtiyarı bərabər olan olmalıdır. Bərabər hardadır? 1-dədir. Bərabər olan üzür. Sıxlığı mayedən batır. Bu isə kiçik olan olmalıdır. Ağırlıq qüvvəsindən kiçik. Yəni 4 yazmalıyam bura. 5, 1. Mayenin sıxlığından böyük. Bir dəqiqə. Batırsa böyük olanı. 3'ü yazmalıyam. Burada böyük deyir. Sonra mayedə üzən cismə təsir edən Arximed qüvvəsi modulca ağırlıq mayedə üzən. Üzən deyirsə modulca ağırlıq qüvvəsinə bərabər olur. 2 yazıram. Mayedə batan cismə təsir edən ağırlıq qüvvəsi modulca ağırlıq qüvvəsindən kiçik olur. Bu şəkildə. 28 Eyler-Venn diaqramı. Arximed qüvvəsi və ağırlıq qüvvəsi üçün hər ikisi vektorial kəmiyyətdir. Dinamometrlə hər ikisi ölçülür. Şaquli istiqamətdə aşağı yönələn bu həmişə ağırlıq qüvvəsidir. Şaquli istiqamətdə yuxarı yönələn Arximeddir. Sərbəst düşmə zamanı sıfıra bərabər olan bu Arximeddir. Ağırlıq qüvvəsi heç bir halda sıfıra bərabər deyil. 29'da isə bizə hidrostatik təzyiq və Arximed qüvvəsi üçün skalyar kəmiyyətdir. Bu hidrostatik təzyiqdir skalyar olan. Bir dəqiqə 29'da. Vektorial kəmiyyət olan Arximed qüvvəsidir. Mayenin sıxlığı ilə düz mütənasib asılı olan bu hər ikisidir. Çünki orada da deməli P rho GH-dır, F Arximed də rho maye V cisim J'dir. İkisi də sıxlıqdan asılıdır. Maye sütununun hündürlüyü ilə düz mütənasib asılı olan bu hidrostatik təzyiqdir. 4'ü yazıram. Cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər olan isə Arximed qüvvəsidir. Bu şəkildə. Növbəti sualımız 30-cu sual. Növbəti 30-cu sualla davam edirik. Sualımızda deyilir, suda tarazlıqda olan eyni kütləli A və B cisimləri üçün Eyler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Eyni kütləli dediyi üçün mən əvvəlcə hər ikisinə ağırlıq qüvvəsinə eyni yazıram aşağı. Aşağı doğru deməli F eynidir. Hər ikisində F ağırlıq eynidir. İndi variantları bir-bir oxuyaq. Birincidə deyilir ki, cismin sıxlığı suyun sıxlığından kiçikdir. Cismin sıxlığı kiçik olanda cisim suyun səthində dayanmalıdır. Bu B cisminə aiddir. Cismin sıxlığı suyun sıxlığına bərabərdir, daxilində üzür. Daha doğrusu 2'ni A'ya yazıram. 3'də deyir ki, cismin sıxışdırıb çıxardığı suyun həcmi cismin həcminə bərabərdir.
öz həcmi qədər su sıxışdırıb çıxarması üçün tamamilə suya batmalıdır. Tamamilə batan A cismi olduğu üçün 3-cü variantı da yazıram. 4-cü cismə təsir edən Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Bu hər ikisində, çünki A və B cisimləri gördüyümüz kimi hər ikisi tarazılıqdadır, yəni suda üzürlər. Ona görə də 4 ortaq cəhətdir. 31-ci sual. Sualda deyilir, cisim mayenin səthində üzür. Aşağıdakı ifadələrdən hansı doğrudur? Cismin sıxlığı mayenin sıxlığına bərabərdir. Bərabər olsaydı daxilində üzərdi. O səthində üzürsə kiçikdir. Bu səhvdir. Cismə təsir edən ağırlıq qüvvəsi Arximet qüvvəsinə bərabərdir. Onsuz da üzür sözü gördüksə, ikinci ifadə doğrudur deməkdir. 3-cü, cismin mayedəki çəkisi onun vakuumdakı çəkisinə bərabərdir. Xeyr, mayedə çəki həmişə vakuumdakı çəkidən kiçik olur, çünki Arximet qüvvəsi təsir göstərir. 32-ci sual. Sualda deyilir, ipə bağlanmış bir cins cismin bir hissəsi suya batmış və tarazılıqdadır. Qaba bir qədər su əlavə etdikdə nə baş verər? Qaba bir qədər su əlavə etdikdə, fərz eləyək ki, daha sonra belə olur. Məsələn, bir qədər su əlavə elədim, indi hamısı batdı. Onda nə olur? İpdə yaranan gərilmə qüvvəsi artar. Gərilmə qüvvəsi T bərabərdir, F Arximet minus F ağırlıqdır. Ağırlıq sabitdir, bu dəyişmir. Amma suyu artıranda artıq sarı hissədəki qədər olanda su, cismin mayeyə batan hissəsinin həcmi artır. Ona görə də Arximet qüvvəsi artır. Arximet qüvvəsi artdığı üçün ipdə yaranan gərilmə qüvvəsi də artmalıdır. Ona görə birinci variant düzdür. İkinci, ipdə yaranan gərilmə qüvvəsi azalar, dəyişməz, səhvdir. İndi keçdik Arximet qüvvəsinə. Elə indicə dedik, Arximet qüvvəsi artar. Ona görə 4 də düzdür. Düzgün cavab olmalıdır 1 və 4. 33-cü sual. Sualda deyilir, suda tarazlıqda olan eyni həcmli 1 və 2 cisimlərinə təsir edən Arximet qüvvələri və suyun göstərdiyi təzyiq qüvvələri arasında hansı münasibət var? Burada diqqət eləsək, eyni həcmlidir. Və hər ikisi də eyni mayedə olduğu üçün Rho maye V cisim J hər ikisi üçün eyni olduğu üçün Arximet qüvvələri bir-birinə bərabərdir. Arximet qüvvələri. Sonra deyir ki, suyun göstərdiyi təzyiq qüvvələri. Suyun göstərdiyi təzyiq qüvvəsi burada bax, diqqət eləsək görər ki, birinci cisim daha aşağıdadır. Buna göstərilən təzyiq çoxdur, çünki haşı daha çoxdur. İkincinin haşı daha kiçik olduğu üçün birincidəki qüvvə ikincidəki qüvvədən daha böyükdür. Düzgün cavab 3 və 6 olmalıdır. 33-cü, daha doğrusu 2 və 6. 33-cü sualda. Keçək 34-cü suala. Sualda deyilir, mayedə tarazlıqda olan yenə eyni həcmlidir. İki müxtəlif cismin vəziyyətləri təsvir edilmişdir. Cisimlərin sıxlıqları və onlara təsir edən Arximet qüvvələri. Baxın, burada eyni həcmlidir. Amma birinci cisim, məsələn, ikisinin də həcmi 2V-dir. 2V-nin 2V-si də birinci cisimdə batıb. Amma 2V-nin, məsələn, deyək ki, V-si batıbdır ikinci halda. Bir var V, Rho maye, VJ ola, bir var Rho maye 2VJ ola. İkinci cisimdə Rho maye VJ'dir, birinci cisimdə 2 Rho maye VJ'dir. Ona görə birinciyə təsir edən Arximet qüvvəsi daha böyükdür. 6 doğrudur 34-cü sualda. Sonra sıxlıqlar arasında deyir. Sıxlıq, yəni məsələlərdə də qeyd etdiyimiz kimi, sıxlığı kiçik olan cisim suyun səthində, mayenin səthində qalır. Ona görə 2-nin sıxlığı kiçikdir, amma 1-in sıxlığı mayenin sıxlığına bərabərdir. Ona görə 3 və 6 doğru cavabdır. 35-ci sual. Müxtəlif mayelərdə tarazlıqda olan eyni bir cismin vəziyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Burada müxtəlif mayelərdə deyir tarazlıqda olan. Amma cisim eynidir. Cisim eynidirsə, indi mən baxıram. Cisim mayedə batır. Yəni bu mayedə batan birinci şəkildən söhbət gedir. Variantları bir-bir oxuyum. A variantı. Mayenin sıxlığı cismin sıxlığından çoxdur. Mayenin sıxlığı cismin sıxlığından çox olanda, yəni cismin sıxlığı az olanda, o
mayenin səthində dayanır. Səthində dayanan hansıdır? İkinci şəkildə A-nı gətirib qoyuram 2-yə. Sonra B variantına baxıram. Mayenin sıxlığı cismin sıxlığından azdır. Yəni cismin sıxlığı çox olanda bu cisim gəlib mayenin dibində batmalıdır. Yəni B variantı ki, birinci şəkildəki kimi. C-də deyir ki, mayenin sıxlığı cismin sıxlığına bərabərdir, onda daxilində üzməlidir. C variantı 3-ə uyğun gəlir. Cismin həcmi sıxışdırıb çıxardığı mayenin həcmindən çoxdur. Deməli, sıxışdırıb çıxardığı mayenin həcmindən çoxdur. Bu o deməkdir ki, cismin həcminin bir hissəsi batıbdır. Yəni tam batsaydı daha çox maye sıxışdırardı. Cismin həcmi tam batmayan ikinci şəkildir. Ona görə D variantını 2-yə qoyuram. Düzgün cavab olmalıdır B, A, D, C. Burada Y variantı da var imiş. Y-də nə deyir? Y-də də deyir ki, cismin kütləsi sıxışdırıb çıxardığı mayenin kütləsindən çoxdur. Bunu cismin kütləsi sıxışdırıb çıxardığı mayenin kütləsindən çoxdur. Bu birinci şəkilə uyğun gəlir. Çünki birinci şəkildə ağırlıq qüvvəsi daha böyükdür, Arximed qüvvəsi daha kiçikdir. Amma üçüncü şəkildə ağırlıq qüvvəsi ilə Arximed qüvvəsi bir-birinə bərabərdir. Həmişə biz deyirik axı ki, məsələn, ağırlıq qüvvələri eyni bir cisimdir. Fərz eləyək, ədədi qiymətlər verib izah eləyim Y variantını. Məsələn, tutaq ki, ağırlıq qüvvəsi 10 newtondur. Hamısında 10 newtondur da eyni bir cisimdir. Birinci mayedə məsələn, deyək ki, 8-dir Arximed qüvvəsi, fərqli mayələr idi axı. Amma üçüncü maye cismin sıxlığına bərabər mayedir. Bunun da sıxlığı 10-dur. İndi mən baxıram. Cismin kütləsi sıxışdırıb çıxardığı mayenin kütləsindən çox olması üçün Arximed qüvvəsi kiçik, ağırlıq qüvvəsi böyük olmalıdır. Ona görə də Y variantı 1-ə uyğun gəlir. Yəni 1-ə olmalıdır, ümumiləşdirsək BY, 2-yə olmalı idi, nə demişdik? 2-yə demişdik A və D, 3-ə də demişdik C. Bu şəkildə olmalıdır 35-də. 36-cı sual. Boşxanalara müvafiq fiziki kəmiyyətləri yazmalıyıq. Burada P bərabərdir P0 minus F Arximeddir. F Arximed bərabərdir. Yazmalıyam. Bircə dəqiqə. Arximed qüvvəsi Romaye V cisim J. Romaye. Amma Romaye V cismi bura M maye yazmalıyam. Onda deməli burada M mayenin kütləsi vurulsun J. Çünki mayenin kütləsini tapanda Romaye vur V batan hissənin. Çünki həm də nə qədər batırsa o qədər həcmdə də su sıxışdırıb çıxarır axı. Yəni bu V suyun həcmi ilə eynidir. Ona görə də Romayeni elə V suya vuranda Romayeni V batana vurandan eyni qiymət alıram onsuz da. Növbəti sualımız. Bu bölmənin sualı bitdi. Keçdik C variantına. C variantı birinci sual. Sualda deyilir, suda batmış 24 kiloqram kütləli cismin sudakı çəkisi ona təsir edən Arximed qüvvəsinin 3 dəfə çoxdur. Əvvəlcə yazıram ki, havada çəki 240 newton imiş. Suda çəki, yəni P, Arximed qüvvəsindən 3 dəfə çox. 3 F Arximeddirsə, bu cismə təsir edən Arximed qüvvəsini hesablayın. Cismin mayedə çəkisi havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Burada P-nin yerinə 3FA yazsam, bərabərdir. P0-ın yerinə 240 minus FA. Buradan alaram 4F Arximed bərabərdir 240. F Arximed də bərabərdir 60 newton. Düzgün cavab D variantı. İkinci sual. Cismin havada çəkisi 5 newton, suda da 4 newtondur. Deməli, buradan aldım ki, P0-ı havada çəkisi 5 newtondur, Arximed qüvvəsi də 1 newton imiş. Çünki Arximed qüvvəsi qədər azalıbdır. Cismin sıxlığını hesablayın. Yazıram, Arximed qüvvəsinin yerinə belə yazıram. Romaye V cismin yerinə M cisim J, yəni P0 bölünsün Romaye. Bu bərabərdir 1 newton. İndi hər birini yerinə yazsam, Romayeni yerinə 10 üstü 3, P0-ın yerinə 5. Burada rho cisim olmalıdır. Rho cisim. Bölünsün rho cisim bərabərdir 1. Buradan rho cisim bərabərdir 5 vurulsun 10 üstü 3. Bu da uyğun gəlir C variantına.
Üçüncü sual. Sıxlığı suyun sıxlığından 2 dəfə az olan taxta terciyi suda saxlayıblar. Kürəcik buraxılarsa hansı təcillə hərəkət edər? Təsəvvür eləyək ki, bu deməli sudur, fərz eləyək. Bu mayın içərisi sudur. Bu şəkildə. Biraz eləyək, səliqəli olsun. Aha, indi bizə deyir ki, 2 dəfə az olan taxta terciyi suda saxlayıblar. Məsələn, taxta tercik budur. İndi taxta tercik yuxarı qalxır. Elə bir saxlamışdım suyun daxilində. Mən bunu sərbəst buraxan kimi bu artıq A təcili ilə yuxarı qalxır. Aşağı doğru mg ağırlıq qüvvəsi təsir göstərir. Yuxarı doğru Arximed qüvvəsi təsir göstərir. Hansı təcillə hərəkət edər deyir. Sıxlığı suyun sıxlığına 2 dəfə az olan, yəni rho cisim bərabərdir rho maye böl 2. İndi bunu əvəzləyici qüvvəyə tənlik yazmaqla yerinə qoya bilərik. Yazıram, m cisim A bərabərdir F Arximed minus mg. İndi gəlin hansı təcili? Təcili soruşur. M cisimi açaq. Yaza bilərəm rho cisim V cisim bərabər, rho cisim V cisim A bərabərdir rho maye V cisim J minus rho cisim V cisim J'yə. Bu şəkildə. V cisim hər tərəfdən, deməli, mörtəzə xaricə çıxartsam, sol və sağ tərəflərdən gedir. İndi yaza bilərəm. J'nin də yerinə 10 veribdir. Belə yazım da bunu. Rho cisim vurulsun A bərabərdir. Rho mayenin yerinə də yazıram bu ifadədən 2 rho cisim. 2 rho cisim vurulsun 10, çünki J'nin yerinə 10. Minus rho cisim J. Rho cismin yerinə elə rho cisim yazıram. Rho cisim vur 10. Deməli, elədi ki, rho cisimləri hər tərəfdən yenə də ixtisar apardım. A bərabərdir 20 minus 10 bərabərdir 10 aldım. Düzgün cavab olmalıdır D variantı. Dördüncü sual. Cismin havada çəkisi, yəni P0 bərabərdir 200 Newtondur. Cismin sıxlığından 5 dəfə kiçik sıxlıqlı mayedə. Cismin sıxlığından 5 dəfə kiçik mayedə. Bu cismin çəkisini hesablayın. Yəni bizdən mayedə çəki soruşur. Mayedə çəki bərabərdir havada çəki minus Arximed qüvvəsi, yəni rho maye V cisimin yerinə M cisim böl rho cisim, yəni P0 bölünsün rho cisim. Bu şəkildə yaza bilərəm. Və buradan gəlin əvəzləmələrimizi aparaq. Bərabərdir. P0-ın yerinə qoyuram 200. Minus, burada da P0 var 200 vurulsun. Rho maye böl rho cisim nəyə bərabərdir? Rho maye bölünsün rho cisim. Rho mayenin yerinə rho cisim böl 5 yazsam 5'də 1 eləyər bu. 1 böl 5 bərabərdir. Yəni 200 minus 40. O da bərabərdir 160. Deməli, mayedə çəki 160 Newton imiş. Düzgün cavab C variantı. Növbəti 5-ci sualımızda deyilir ki, eyni mayeyə müxtəlif sıxlıqlı 2 cisim atılır. Birinci cismin 2'də 1 hissəsi, ikinci cismin 3'də 2 hissəsi mayeyə batır cisimlərin sıxlıqları nisbətini. Belə bir düsturumuz var idi. V batan bölünsün V cisim bərabərdir rho cisim böl rho maye. Bu düsturu həm birinci, həm ikinci üçün yazmalıyam. Deməli, birincinin 2'də 1 hissəsi batırsa, 2'də 1 bərabərdir rho 1 bölünsün rho maye. Buradan alıram ki, rho 1 bərabərdir rho maye bölünsün 2. Bu belə. İndi eyni düsturu ikinci maye üçün tətbiq eləyəcəm. 3'də 2 hissəsi batır. 3'də 2 bərabərdir rho cisim, yəni rho 2 bölünsün rho maye. Buradan alıram ki, rho 2 bərabərdir
Deməli 2 bölünsün 3. 2 bölünsün 3 rho maye. Bax bu ifadələri rho 1-i rho 2-yə bölməliyəm. Onda alaram ki, düzgün cavab olur 4-də 3. 3 qalxır yuxarı, 4-də 3. Düzgün cavab A bəndi 5-ci sualda. 6. Bir cism maye daxilində üzən iki kürədən birinciyə təsir edən Arximet qüvvəsi ikinci kürəyə təsir edən Arximet qüvvəsindən 8 dəfə böyükdür. Birinci kürənin radiusunun ikinci kürənin radiusuna olan nisbəti. Arximet qüvvələri, deməli burada Arximet qüvvələri maye daxilində üzən dediyi üçün ağırlıq qüvvəsinə bərabərdir. Yəni birinci cismin ağırlıq qüvvəsi ikinci cismin ağırlıq qüvvəsindən 8 dəfə böyükdür deməkdir bu. Ağırlıq qüvvəsi 2. Ağırlıq qüvvəsi mg'dir. M'in də açılışı rho v'dir. Təzdən v'nin də açılışı 3-də 4 pi r kubudur. Yəni mən dolayısıyla görürəm ki, radiusun kubu ilə ağırlıq qüvvəsi düz mütənasibdir. Ona görə yazıram. R1 kubu bərabərdir 8 R2 kubuna. Buradan R1 bərabərdir 2 R2. Məndən də R1-in R2-yə nisbətini soruşduğu üçün düzgün cavab olmalıdır 2 Y variantı. 7. Suda üzən 8 kiloqram kütləli buz parçası nə qədər su sıxışdırıb çıxarır? Ümumiyyətlə, bayaq yazdığımız V batan bölü V cisim bərabərdir. Batdığı qədər su sıxışdırıb çıxarır da. Biz batanı tapsaq, elə bu sıxışdırıb çıxarılan suyun həcmidir. Rho maye, rho cisim böl rho mayedir. Buradan alıram ki, rho cisim, yəni rho cisim böl rho maye 0,9 eləyir. Yəni V cismi də elə taparam ki, V cisim bərabərdir. M cisim böl rho cisim, yəni 9 bölünsün 900. Bu da elədir 10 üstü mənfi 2. Deməli V batan bərabərdir 0,9 vur 10 üstü mənfi 2, yəni 9 vur 10 üstü mənfi 3 kub metr. Amma mənə litrlə soruşur. Litrlə soruşduğu üçün 9 litr. Yəni bu batan buzun həcmi 9 vur 10 üstü mənfi 3 kub metrdir, 9 litrdir. Ona görə 9 litrdə su sıxışdırıb çıxarmalıdır. 8-ci sual. Mayenin sıxlığı cismin sıxlığından 3 dəfə çox olarsa, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə çox olarsa, ipdə yaranan gərilmə qüvvəsi. Buradan görürəm ki, bu cismin ağırlıq qüvvəsi 20 newtondur. İpdəki gərilmə. T bərabərdir. Aşağıdan bağlanan iplər üçün biz yazırdıq F Arximet minus ağırlıq. Bərabərdir. Arximet qüvvəsinin yerinə rho maye, V cismin də yerinə, deməli, M cisim J bölünsün rho cisim minus ağırlıq qüvvəsinin yerinə M cisim J. Bərabərdir. M cisim J'lər 20-dir. Bu da 20-dir. 20-nin mürtəzə xaricine çıxardıram. Rho maye böl rho cisim nisbəti görürəm ki 3 qalır. 3 minus 1. O da elədi. 2 vur 20, 40 newton. Düzgün cavab 8-ci sualda C variantı. 9. Məsələdə deyilir ki, sistem tarazılıqdadır. M2 bərabərdir 5M1. Yəni M2-yə 5M deyirəm bura. Bu da M'dir. M1 də M'dir. Olarsa, mayedəki cismin sıxlığını hesablayın. Mayedəki cismin sıxlığını yaxşı. Mg ağırlığındakı cisim bütün ipin hər yerinə eyni qüvvə ilə təsir edir. Tutaq ki, yazıram. Mg bərabərdir F. Yəni, buradan F qüvvəsi hər tərəfə F yaza-yaza getsəm, onda görərəm ki, ümumi ipin bu tərəfində gərilmə 4F-dir. Deməli, 4F T gərilmədir. T gərilmə bərabərdir 4F, o da bərabərdir. Yuxarıdan bağlanan iplərdə ağırlıq qüvvəsi düsturumuz belədir. F ağırlıq minus F Arximet. İndi yazıram 4F bərabərdir. Ağırlıq qüvvəsi 5M kütləli cismin ağırlıq qüvvəsi 5F'dir.
Çünki mən M kütləliyə F demişəmsə, buna 5F deməliyəm. Yazıram 5F minus F Arximed. F Arximedə də maydakı cismin sıxlığını yazıram. Rho mayi F, çünki MJ-yə rho mayi V cisim. M cisim J'dir. 5F bölünsün rho cisim. Bu şəkildə. Yenə də bunu buradan qeyd edeyim, niyə belə yazdımsa. Baxın, F Arximed bərabərdir rho mayi V cisim J'dir. V cismi açıram. Rho mayi vurulsun M cisim J bölünsün rho cisim. Bizdə burada M cisim ikinci cismin kütləsidir. O da 5M daxı. Ona görə onu 5F yazıram ağırlıq qüvvəsini. Yaxşı, buradan alıram ki 5. F'lər ümumiyyətlə ixtisar geçsin burada. F'lər ixtisar geçsin. Onda nə alıram? Nə alıram? Alıram ki F'lər ixtisar gedəndə 5 rho mayi böl rho cisim bərabərdir 1-ə. Rho mayi böl rho cisim bərabərdir 0.2-yə. Rho cisim də bərabərdir rho mayi böl 0.2. Yəni 1000 bölünsün 0.2. Yəni 5000. 5000. Düzgün cavab olmalıdır 9-da A variantı. 10-cu sual. Bir cismin iki mayədəki vəziyyətləri, yəni iki fərqli mayələrdə vəziyyətləri göstərilibdir. Mayələrin sıxlıqları nisbəti. Diqqət eləsəm görürəm ki, birinci halda, yəni hər iki halda cismin sıxlığı rho cisimdir. Hər ikisində rho cisimdir. Birinci halda cismin 4-dən 1-i batıbdır, ikinci halda 4-dən 3-ü batıbdır. Deməli, əvvəlcə A şəkli üçün yazsam, V batan bölünsün V cisim bərabərdir, 4-də 1, o da bərabərdir. Düsturumuz necə idi? Rho cisim böl rho mayi, rho A yazıram buna da. Mayi A'dır. Yəni, buradan alıram ki, rho A 4 dənə rho cisimdir. Bu belə. İndi ikinci şəkil üçün yenə də V batan böl V cisim gördüyüm kimi 4-dən 3-dür. O da bərabərdir. Rho cisim bölünsün rho B'dir. Buradan rho B bərabərdir 3-də 4 rho cisim. İndi aldığımız bu rho A-nı rho B-yə bölməliyik. Onda alaram ki 3 elə nisbət 3-ə bərabər olur. 10-cu sualda B variantı. 11-ci sual. Çəkisi P olan cisim mayədə tarazlıqdadır. F qüvvəsinin təsiri ilə cisim tamamilə suya batarsa, F qüvvəsi nəyə bərabərdir? Tamamilə batarsa. Mayədə tarazlıqdadır deyirsə, yəni burada ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Onda mən birinci şəkilə yazsam ki, P şəkili axı tarazlıqdadırsa, Arximed qüvvəsi də ağırlıq qüvvəsinə bərabərdir. Burada P. Amma ikinci şəkildə baxın, artıq bütün həcm suya batıbdır. Çəki P-dir öz yerində, bu dəyişmir. Amma Arximed qüvvəsi artıq 2 dəfə artır. Çünki batan hissənin həcmi bura baxın 2 dəfə artıbdır. Ona görə bura 2P yazıram. Onda F nəyə bərabərdir? 2P çıxılsın P, o da bərabərdir P-yə. Düzgün cavab A variantı. 12. Tarazlıqda olan çəkisiz çubuqdan A və B cisimləri asılmışdır. A cisminin həcmi 10 kub santimetr, rho A 6 olarsa B cisminin kütləsi. Elə bax, bu iki verilənlərdən mən MA-nın kütləsini taparam. 60 qram imiş. A cisminin kütləsi 60 qramdırsa, məsələn, elə J-yə vurmuram. Buranı 60-la götürsəm, A cisminin, deməli, daha doğrusu buranı yox, ağırlıq qüvvəsini. A cisminin, deməli, kütləsi 60 qramdır. B cisminin kütləsini bizdən soruşursa, mən belə yazmalıyam. B-nin kütləsi MB vurulsun J vurulsun 1, çünki qolu bir damadaxı. Bərabər olmalıdır. Bura bir T gərilmə yazıram. T vurulsun 3-ə. Yəni, T bərabərdir M, B, J bölünsün 3-ə. İndi T nəyə bərabərdir? Gəlin ona baxaq. T-ni tapmaq üçün
Mən əvvəlcə yazıram. MA bərabərdir 6 vur 10 üstü -2. Deməli, ağırlıq qüvvəsi MAJ olduğu üçün 0,6 Newtondur. Aşağı doğru. Arximet qüvvəsini də tapanda Romayi V cisim J'dir. Yəni, T gərilmə bərabərdir. F ağırlıq minus F arximet, o da bərabərdir, yazıram. Ağırlıq qüvvəsinin yerinə yazdım 0,6 minus. İndi baxın, arximet qüvvəsini gəlin belə hesablayaq kənarda. Romayi F ağırlıq bölünsün rho cisim. Bunu belə yazın. Bərabərdir. Romayini veribdir bizə 1 qram bölünsün kub santimetr. Yəni, bunu biz metr böl, daha doğrusu kilogram böl kub metrə keçsək, 10 üstü -3 böl 10 üstü -6, o da 10 üstü 3 eləyir. Yəni 1000, 10 üstü 3. Bunu silin buradan. 10 üstü 3 Romayini yerinə yazdım. Vurulsun. Ağırlıq qüvvəsini nə tapmışdıq? 0,6 bölünsün rho cisim. Rho cisim də A-nın sıxlığıdır. Bu da 6 vur 10 üstü 3. Yenə də qram böl kub santimetrdən kilogram böl kub metrə keçdim eyni qaydada. Bərabərdir. Nə elədi? 6'lar getdi. Yuxarıda qaldı 10 üstü 2, aşağıda 10 üstü 3, yəni 0,1. Deməli, arximet qüvvəsi 0,1'dir. Deməli, ipdəki gərilmə qüvvəsi 0,5 Newtondur. Bura 0,5'dir. Vəssalam, burada yazıram 0,5. İndi bu bərabərlikdən MB-ni tapıram. MB bərabərdir 1,5 bölünsün 10. O da bərabərdir 0,15. Yəni 150 qram. Düzgün cavab olmalıdır. 12-ci sualda B variantı. 13. 13-cü məsələdə deyilir ki, çəkisiz linkdən asılmış eyni kütləli kürələr tarazlıqdadır. Eyni kütləli. Mayenin sıxlığı 1000-dir, kürənin sıxlığını hesablayın. Eyni kütləli tarazlıqdadırsa, mən baxıram ki, sol tərəfdə aşağı doğru, daha doğrusu sağ tərəfdə mg ağırlıq qüvvəsinin mg qolu 2 damadır. Yəni 2 mg bu tərəfdədirsə, bu tərəfdə də T vurulsun 3'ə bərabər olmalıdır. 2 mg bərabərdir T vurulsun 3. Buradan alıram ki, ip gərilmə qüvvəsi 3'də 2 mg-dir. Həmçinin T gərilmə qüvvəsinin düsturu ağırlıq qüvvəsi minus arximet qüvvəsi idi. Bunu da tətbiq eləsəm yazaram. F ağırlıq minus F arximet. O da bərabərdir. Deməli, yazıram ağırlıq qüvvəsinin yerinə mg minus Romayi mg bölünsün rho cisim bərabərdir. T'nin yerinə 3'də 2 mg yazıram. 3'də 2 mg. Yəni mg'lər buradan ixtisar gedir. Bizdən kürənin sıxlığını soruşur. Yəni 1 minus Romayi böl rho cisim bərabərdir 3'də 2'dirsə, deməli Romayi böl rho cisim 3'də 1'dirsə 3'də 2'yə bərabərdir. Yəni buradan alıram ki, kürənin sıxlığı 3000 bölünsün 2, yəni burada diqqətsizlik eləmişəm. Burada 3'də 2 yox, daha doğrusu 3'də 1 yox, 3'də 2 yazmalıyam. Və onda da, burada da olmalıdır 3'də 1, onda bölünsün 2 yox, eləcə 3000 olur düzgün cavab. Yəni D variantı. 14-cü suala baxırıq. 14-cü sualda 50 kilogram kütləli daş trosun köməyi ilə dərinliyi 6 metr hovuzdan bərabər sürətlə qaldırılır. Bu zaman trosun gərilmə qüvvəsinin gördüyü iş. Deməli, deyək ki, kütləsi 50 kiloqramdırsa, aşağı doğru 500 Newton ağırlıq qüvvəsidir. Dərinliyi deyək burada olsun 6 metr. Bu da hovuzdur. Qaldıran zaman trosdakı gərilmə qüvvəsi. Və bu trosdakı deyək ki, gərilmə qüvvəsi T.
T gərilmə qüvvəsi bərabərdir ağırlıq qüvvəsi minus Arximet qüvvəsidir. O da bərabərdir ağırlıq qüvvəsi 500 minus Arximet qüvvəsini yenə yerinə yazıram. Roma Y vurulsun 500. Çünki MJ-nin yerinə 500 yazıram. Bölünsün rho cisim. Yəqin ki, burada hər ikisində su veribdir. Burada rho cisimdir bu yəqin ki. Ona görə də rho cismin yerinə yazıram burada. 25 vur 10 üstü 2. Bunu hesablasam, Romayı da 10 üstü 3'dür. Bunu da, Romayını da burada silim yazım. 10 üstü 3. Bu ifadəni hesablasaq, alarıq. 500 minus, deməli 10 üstü 2 getdi. 1000 bölünsün 25, o da 40 elədi, səhv eləmirəmsə. 1000 bölünsün 25, bəli 40. Bərabərdir. Deməli 6, 460. 460 Newton ipin gərilmə qüvvəsidir. Onda biz görülən işi tapanda A bərabərdir Fs-dir deyə bura H da yaza bilərəm. Yəni 460 vurulsun 6. 460 vurulsun 6. Burada diqqət edirəm. Deməli 6 dəfə 6 36 3 yadda. 24 üstünə də 3 27. Belə cavab burada yoxdur. Kilonewtonla 2,76. Amma bir dəqiqə burada hesablamamız bu qaydada olmalıdır. Burada nə isə ya verilənlərdə yanlış verilibdir, bəlkə də ya diqqətsizlik də, baxıram diqqətsizlik də olmayıb əslində. Yəni trosdakı gərilmə qüvvəsi bizə deyir ki, gərilmə qüvvəsinin gördüyü iş, görülən iş Fs-dir. Burada gərilmə qüvvəsi T-dir, qalxacağı hündürlükdə H-dır. Yəni T-ni H-a vurmalıyam. Dərinliyi də 6 metr dediyi üçün, yəni T-ni 6-ya vurmalıyam. Burada bir məsələ var. Burada cisim trosun köməyi ilə qaldırılırsa, burada cismin sıxlığı mayenin sıxlığından böyük olmalıdır ki, bu cisim batıbdır. Bu verilənlər bu şərtlərə uyğun gəlmir əslində. 2, bu cisim olsa, bəli, belə olsa, rho cisim 2,5 vur 10 üstü 3. Bəli, onda cismin sıxlığı daha böyük olur mayenin sıxlığından. Amma mən burada niyə 10 üstü 2 yazmışam? 25. Vurulsun 10 üstü 3 düzdür. Bir dəqiqə, burada 1000-i, mən buranı səhv hesablamışam. 1000 bölünsün burada 5-dir. Yəni 200'dür. Buna necə olub mən 40 götürmüşəm, maraqlıdır. Burada 25 vur 10 üstü 2. Bu deyiləyir 500 minus 200 bərabərdir 300. Bəli, görülən iş ipin gərilmə qüvvəsinin hündürlüyü olan hasilidir 300'ün 6-ya. Yəni 1800 joule. Kilojolla verdiyinə görə düzgün cavab C variantı.